Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifələrdən azad olundular. Akademikin Fövqəladə Hallar Nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər isə öz təsdiqini tapmır. Mətbuat az bu mövzuda yeni məlumat əldə edib. Məlumata görə atasının həbs edilməsindən ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq, oğul Mehdiyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib. O, hər gün səhər 9-da işdə olur, bəzən axşam 20:00, hətta 21:00 kimi vəzifəsinin icrasını davam etdirir. Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir. Məlumatlı şəxs oğul Mehdiyevin işdən çıxarılıb-çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirə aparılmadığını bildirib. Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir, ailəlidir, 2 övladı var.